Hoş gördük. Bugün sizinle birlikte 3. sınıf Azərbaycan iş dəftərindən səhifə 37'de olan tapşırıqları həll edəcəyik. Başlamazdan önce kanalıma abone olmağı və videomu bəyəndirsə bəyənilməzsə basmağı unutmayın. Gəlin başlayaq. 7-ci bölməmizin adı odlar yurdudur. A. Cümlələrin qarşısında məlumatın aid olduğu abidənin adını yaz. 1. Müdafiə qalası kimi tikilmişdir. Biz dərslikdən onların hamısını bilirik. Müdafiə qalası kimi Kreml tikilmişdir. Moskva şəhərində yerləşir. 2. Məscid kimi fəaliyyət göstərir. Bu Ayasofyadır. Bunlar ayrı və Sofya böyləşmə yazılır. Bu da Türkiyədə yerləşir. 3. Açıq səma altında muzeydir. Bu Koliseydir. İtalyanın paytaxtı Roma şəhərində yerləşir. 4-cüdə güllənin üzərində böyük bir saat var. Bu Big Ben'dir. Bu da İngiltərenin paytaxtı Londonda yerləşir. 5-də də aldı alov mənasını verir. Bu da Azərbaycanda yerləşir. Ateşgah. Birincini elədik, indi ikinci tapşırığımızda, yəni B-yə keçək. 3. Kriptogramları həll etməklə iki tarixi abidənin adını öyrən. Deməli, öyrənəcəyik. 1. Sözlərin düzgün izahını müəyyən et. 1. Şeir yazmaq qabiliyyəti olan şəxs və birdən bizə bir ipucu verib ki, 3-də Ş-dır. Deməli, şeir yazmaq qabiliyyəti olan şəxs kimdir? Şairdir. Və sizə bir asan bir şey deyim ki, məsələn, biz tapa bilmədinizdə bunları tapdıq demək. Deməli, hamısını yazın bura. Ş, birlərə A yazın. Məsələn, bütün birlərə A yazın. Sonra 8'lərə I yazın. Sərəfdən 8 var. Aha. Sonra isə 2'lərə də R yazın. Aha, oldu. Şirvan Şahlar Sarayı. Gördünüz necə tapdıq? Belə asan tapa bilərsiniz. Məsələn, bir də A-dırsa, bu, baxaq. Ş-İ-R-V-A-N. Bu N-dır deməli. Şirvan Ş-A-H-L. Deməli, naldır bu. Gördünüz? L. Gördünüz, artıq bundan belə şeyləri çox asan şəkildə tapa bilərsiniz. 4'də də Şirvan Şahlar Sarayı. Burada da. Bunu artıq bilirik ki, dənizin, çayın və s. kənarı sahildir. Bunu heç orada da eləmək lazım deyil. Sahildir. Hamısını tapmışdıq da burada. Gördünüz, bir iki dənə şey qaldı. İndi isə baxaq 6 nədir? H-dır. 1 A-dır. Bir dəqiqə. Yox, bu H deyə səhv yazdım. Burada havayı da havayı. Pulsuz ödənişsə havayı deməkdir. 1 Y-dır. I-dır.
9 da V'dir. Gördünüz nə təxmin elədik? Şirvanşahlar Sarayı. Bir dəqiqə. Mən bu əni silim. Bunun yerinə isə yazım I. Səhv yazdım. Şirvanşahlar Sarayı. Gördünüz necə asan tapmaq olur. Onu tapmaq üçün də gərək birinci gördünüz də birinci onu bunları biləsiniz, həm burada olan şeyi. Həm də bəzi şeyləri tapasınız. Birinci tapdıq, elə onları tapdıq da. Birinci tapmasaydıq tapa bilməzdik. 2. Riyazi biliklərini yoxla. 1. El Roma rəqəminin sözlü ifadəsi 50-ci deməkdir. Azərbaycan dillərindən keçmişik bunları. 50-ci. Aha, 50-ci. Sonra 2 bölmə əməlində artıq qalan, bölmə əməlində artıq qalan elə qalıqdır da. Qalıb bu. Qalıq. Əl-Xərəzminin riyaziyyata gətirdiyi rəqəm adının ilk hərfi 0-dır, yəni S. Aha, 2 sonra 4-də L'dır, D'dır, Ə'dir. Bu da 50-cidir isfayız. Əlin, gördünüz? 50-ci qalası. Artıq bunu heç yazmamaq da. Buradan baxmaq lazım deyil. Qalası. Gördünüz necə tapmaq olur? Sizə də bir dənə göstərdim ki, necə asan taparsınız. Bunu da belə də öz dərslərinizdə istifadə edə bilərsiniz. Nəysə, belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.